Yayımın baş sponsoru Bizon. Xüsusi sponsor Qardaşlar Mebel. Sponsorlar Slim White kapsulları və Çaykent restoranı. Səsini dinlə, öz dəyərlərinə sadiq qal. Bizon White Diamond. Əsl premium, kəşf et. Səni zamanında görüb gözlərim, bəxtimin ulduzu unutmam sənin. Donub ürəyimdə qalıb sözlərim, dinlə sevgilim. Al əlinə bir çiçək, qır onu da çeyləçək. Yoxlar sevir, sevmir, sevir, sevmir, sevməsən. Təkrar et bir al əlinə bir çiçək, qır onu da çeyləçək. Yoxlar sevir, sevmir, sevir, sevmir, sevməsən. Təkrar et bir də. Uşaq anadan olmayıb, acırt qoz. Dədəsi anadan olub. Bugün sənin ad günündür dana. Ona görə bu zurna pürüyən qardaşları çağırmışam. Səni anan benim için nağarmış, doğurmuş. Səni anan benim için doğurmuş. Benim hamurum benim için doğurmuş. Benim səni anan benim için doğurmuş. Ne oğlum ha? Bu deyip size ne olup gelmişsiniz benim yatak otağıma? Paşa bana ait olmasın, bu da iş şort dedi öyle. Bir tane kaçırın çıkın, bir tane polisine çıkın bari ha. Çok kaçırın çıkın bari ha. Ya bu sırığa bak, benim günüme bak, benim alt günüme, benim günüme bak. Kadar çıkın da bari bir de. Qardaş, bizi yola salırsan biz gedək. Kardeş yolu salsan diyenler şey dalınıza su töküyorum, çıkın gelin de ha. Ne danışlar bu? Dəli. Bəlkə görmə. Deyirəm, bu uşaqların hərəsinə çıxart pul ver. Qoy çıxıb getsinlər. Səhər səni musuqu ilə oyadıblar. Musuqu ilə oyadsan deyəndə ki, mən elə budurluq səsini oyardım da. Mən zakaz eləmişəm bunlara ya. Bir dana. Ne kadar verməliyəm? Çıxart hərəsinə 100 ver. Ne kadar? Kardeş siz de elə hadır istəyin oğlum. Ne kadar verməliyəm? Hərəsinə çıxart 100 ver dana. Yüzə bax, mən öz toyumda muskantlara 10 mat verən adamam. Ana sevgahına mən çıxardıb 5 mat verən adamam. Gəldi anamın yanında oxudu. Yazıq anam hönkür ağladı. Mən də axırı dözmədim ürəyim. Çatdım 5 mat pul verdim. Qardaş, nə sürpriz gözləyirsiniz? Nə eləməliyəm sizə? Qardaş, səhər tezdən oyadıb bizi gətirmişsiniz bura. Zəhmət olmasa bizi yola salın, biz çıxaq gedək. Nəyə xoşuma gəlir? Çox fənət qalısan. Səhər oyadan sənsən məni. Yaxşı, çıxın bari gələm qardaş. İndi belə harda çıxadım verim səhər? Yaxşı, gedin. Gel. Çıxın gəlir. Sağ ol. Gəlir. Buna bax, buna. Səhəri. Səni oxumatıb gördüm. Çıx dana. Gəl, çıx. Azarı belə çıxıram. Çıx dana gözüyle, daha gözü. Bəs dana. Burada şalvarımı görürüm. Şkafdan şalvarımı ver. Sənin doğum günün. Ne oldu? Ne ağardın? Ben görüm ha. Ona bax. Hər əlləndə belə eləyirəm, minnət vururam mənə. Bunlar hardan tapırsan ha sən ha? Bunlar ancaq elə dava deyirlər. 300 manat verdim.
Hala indi mən anadan olmuşam ya. Baba indi bak bu dəqiqə bak. Baba işsən. Hadi baba. Bələn içində verirəm bak. Ne? 300 mark getdi. Belə şey yoxdur. Ay dayan görüm var. Bəhməz müəllim zəng edir atam. Əslində bunu saat 12-dən sonra gözlədim. Ne deyirsən? Dayan görüm. Yaxşıyır. Hazan ata. Hörmətli abonent, bu zəng sizin tərəfinizdən ödəniləcək. Qəbul etmək üçün 1, imtina etmək üçün 2 düyməsini basın. Deyir bir düyməsini basın. Ehtiyac yoxdur ata. Elə bilən ki təbrikə görə yığmısan da. Başqa nəyə görə yığacaq ki mənə? Sağ ol, sağ ol. Çox sağ ol ata. Var ol. Çox sağ ol. Acıma bax. Gönlünüzə pozitiv bana bax. Əylənmək istəyirəm, ne? Deyib gülmək istəyirəm. Elə, bir bilin pozitiv ol. Dana belə pozitiv ol. Pozitiv olacaq. Hə, doğum günündür. Oo, torta bax, torta bax. Çox sağ ol. Zəhərlər kəsilmiş. Dən görə bu kimdir? Ələddinin atası Gövdə dayı. Aşdan aş. Dən görüm. Nə yaxşı dedin, yoxsa aşmırdım. Hacan dayı, nə var, nə yox? Ne oldu? Vızıfdır. Deyirəm də, ot köküzsə bitər də. Ələddinə baxanda məlumdur da, nə var, nə yox. Ama bakayım. Ayı biliyor. Sağ ne alım? May? Yox, heç nə. Elədin də, sağ ol. O qədər belə kreativ bir təbrik elədin ki, o balabanın səs hələ də başında deyil. Cübba, cüb. Çok sağ ol. Bilirdim beğeneceksin. Ma bak. Gel senden bir şəkil çəkdirim. Koyayım storiyama. Yox, dən görüm, səhər-səhər üzümün adımı yuyum da pis gündəyəm mən. Ma bak. Ehtiyaç deyil. Üzüne ürək koyacağım. Cəbə. Bir dəqiqə daha nə, o Instagramda bəzi sevgililərini gizlədənlər kimi mənim üzümə niyə ürək qoyursan sən? Xoşlamıram Dana. Sevmirəm. Nəyə xoşlamırsan? Xoşlamıram. Səni qısqanıram. Sevmirəm mən səni paylaşmağı. Ətrafına güvənmirsən də, onu denəndə, o badruqalarına, onu denəndə. Özə bədə baxıram, o Instagram səhifəni açıq da, hamıya. Onu bağla, qapalı elə, işləyin. Nədənsə cüt düzəsən, bir də nə qalır? Sevmiş sevməsən təkrar et bir də. Qonşu, nə var, nə yox? Edəsən, nə var, nə yox? Sağ ol. Təbrik edirəm səni. Sağ ol. İşte bugün ad günündür. Qazanlaram səni. Var ol, çox sağ ol. Bir dənə zami, gəl maşın yanına. yox, Gəl bir dənə, gəl. Yox, canımı gələm. Gəl maşın yanına. Küsərəm. Qonşu, ayıb olar. Qonşu, ikimizin canı incərəm. Küsərəm. Yox, mən sənə, qonşu, Ya. mən ad veriyərəm. Mənim 15 yaşım yox, 16 yaşım yox. Gəl bura. İnciyərəm səndən, gəl bura. Xəzanət ver sənə. Gəl. Sən gözünü yumacam. Gəl bəri. Nə görə? Gəl. Hacı. Aç gözünü. Hacı? Aç gözünü. Ucu buradadır. Buradadır, aç. Hacı. Qadınlaram, bir dənə bunu itələ, bu zibil xoddanmır. Yəni kim öyle bir dənə tal çox ver, çıxım gedim mən. Sənin qadınlarım, 100 yaşa. Qadınlaram, bir dənə onu. Təlim verəm. Sən qadınlaram, bir dənə itələ. Ərət xoddan. Burada bir defa. Of. Ay koş derdi böyle yol üstü ben de param. Sağ ol ha, çok sağ ol. Aşkım kaldı ya. Buna pencereden tuladı. Hürmetli olasan, götürelim özünü. Oo qonşu, salam. Necəsən? Necəsən? Koç keçsinlər. Nə tərsən? Yaxşıyam, çox sağ ol. Sən necəsən? Yaxşı, yavaş da belə yaşayırıq biz. Bu gün də sənin səhv eləmirəmsə ad günündür. Təbrik edirəm. Sağ ol, ay qonşu, çox sağ ol. Elə bəğdən ancaq hamı təbrik edir. Hə, uşaq dedi. Ha, sağ ol. Gözlə bir dənə indi sən tort var. Bir dənə gözlə. Yox, bir dənə gözlə. Qonşu, nə bax, ikimizin də üzünə baxmaram. Ayıb olar, biz lisenin qonşusuyuq. İkimizin sənin üzünə baxmaram. Öpürəm Ha, səni. niyə? Ay qonşu, deyirəm. Ay, bir dəqiqə gözlə. Bir dənə gözlə, bir dənə gözlə gəl. Qonşu, onda mən gözüm yumuram da burada, hərət ona qarşı. Ay sən, sağ olsun, belə qonşular. Ha, bu doğrudan gözü yumur. Gözünü yumursan, ha, göz var. Hacı, ucu açın. Ha, aç. Ay, nə xəcanət verirsən. Ay, yox, nə xəcanət. Ay, bola, sağ ol, çox sağ ol. Demək, gör nə deyirəm də. Hacı. Evdəkilər elə bir ki, bizdə tort pişirirlər. Mən də satıram. Evdəkilər pişirir, mən də satıram. Dedim, bu gün də elə sənin ad günündür. İşə gedəndə sən hər halda bir dənə tort almalısan da, yoxsa yox? Almalıyam, ha. Al da elə qonşundan. Ailəlicə biznes qurmuş, eləmi? Hə, yüngül. Evdəkilər pişirir, sən satırsan, eləmi? Evdəkilər pişirir, mən də satıram. Bu da mən oldum, eləmi? 50 manat. Nə qədər? 50 manat. Almalıydın da onsuz qədər.
danışım. Hə, tort axtardım, inanırsan? Məhəllə içində tort axtardım, görüm harda tapa bilərəm. İsmət. Hə, sağ ol. Qismət. Sənin qismətin imiş. Ad günün mübarək. Sağ ol. Ad günün mübarək. Nə gözəl, hə. Çox sağ ol, çox sağ ol. çox Sağ ol, sağ ol. Getdi, əli də bu torta getdi. Ona görə bunun axırı hara gedib çıxır. Normalda 19 manat 50 qəpikdir. Mən bunu 50 manat bunu nəyinə verdim? Normalda bunu mənə vermədilər, hədiyyə vermədilər. Əli babam deyir. Hacı baba! Götürmürəm bu sarsağı oğlu sarsaq. Ay baba, götürmüşəm telefonu, Hacı. Az bu deyil bunun nömrəsi. Alo, ay baba deyirəm götürmüşəm telefonu. Hay, deyirəm götürməyib, kompüt gedirəm, buna bax. Alo, baba! Bundan saç edəmiş ha. Bu o qızı alandan bizi saymırıq. Ay evin tikilsin, deyirəm telefonu götürmüşəm. Ay baba! Az, mən bir də bunu yıxsam, məndən pis adam yoxdur. Nənən də ölüb, sən orada azı kimə deyirsən? Boy, az eşidirmiş ha. Nicat, bala yığacam səni, az günü mübarək. Alo! Yoxlar sevir, sevmir, sevməsən təkrar et bir də. Düz vaxtında gəldim ha, buna bax. Hələ qonşuların dəxilsiz təbrik olmasaydı tam vaxtında gələrdim. Aha, dən görək. Nicat salam, bugün sənin doğum günündür. Kollektivimiz sənin üçün sürpriz hazırlayıb. Əgər hazırsansa, indi attığımız videoya bax. Mən bilirəm ki, mənim yerim burada başqadır. 100% mənə elə bir hədiyyə alıblar ki, bunlar onu bura gətirənmirlər. Buradan maşın zad olar, hə? Maşın zad olar, hə, Nizat? Sevincindən ürəyin yatıb eləyər, hə? Əvvəl bu maşın səni kim sarmalı yoxsa, yox. Hə, yoxsa, həyəcanlanma, sənin 30 yaşın var, ya. Hazır ol. Nicat, təbriklər, Nicat, təbriklər. Elə bu? Çox sağ olun uşaqlar, çox sağ olun. Sər bu mahnıya o qədər ehtiyacım vardı, o qədər ehtiyacım vardı. Nə ki mənə ətir yox, nə bilim pul yox, maşın yox. Bu videonu çəkib göndərmişsiniz. Sağ olun, çox sağ olun. O qədər pis olmuşam, ağlamaq istəyirəm. Sən öyle, bu nə də? Başqasının adını olanda o matını atışıb verirlər. Bir qəpiyi yəsti öləməyim məni ya. Ay Nicat, müəllim dedi ki, pul yığaq, ona bahalı hədiyyə alaq. Mən dedim ki, qoy mahnı oxuyaq, sürpriz olsun. Mənim ideyamdır, Nicat, mənim. Öpürəm, uşaqlar, Nicat bəyəndi. O qədər bəyəndim. İnandırım sizi ki, mən hələ belə ad günümdə belə bir kreativ təbrik edən olmamışdı. Çox sağ olun, hələ də ağlayıram, birazdan yazacağım. Bu pulu hara saxlayırsınız, hara yığırsınız? Bunu xəşləyin də. Oradan bir 3 manat xəşləyəndə nə olur, hə? 2 manat xəşlə, 1 manat xəşlə, amma xəşlə də, hə? Ad gündür. Bəh, ad günün mübarək. Mənim birimin gözünün ağı, qarası, erköyün oğlu Nicat. Happy birthday to you. Sağ olay mənim dayımın maşinik oğlu, sağ ol. Elə hər sözünün altında pul yatırır sənin. Bir çıx da bu fikirlərdən, çıx da bu ideyalardan. Dünyada puldan başqa dəyərli şeylər var, naz-nemətlər var. Sən başqa mövzuda danışasa adam deyilsən axı. Sən kefi soruşulasa adam da deyilsən. Sən ümumiyyətlə mənə qulluq eləyəsən adam da deyilsən. Sən ümumiyyətlə adam deyilsən. Sən nə söhbət eləyim mən? Bunların başını bırak, sən belə çox danışsan. Eşitsən məni? Axşam nağarıq ad gündür. Bax, qarnını qotarmağa yer axtarsan. Nə varsa,
Hadi o mənada demirəm. Sən məni düz başa düşmədin. Nə mənə deyirsən bu? Mən sizə bir söz deyim. Hə? Mən artıq 6-cı, 7-ci dəfədə istəyirəm ki, məni hər adam başa düşə bilmir. Mən Elza Seyidcahan mahnıları kimiyəm. Qulaq asırlar amma başa düşmürlər. İnsan olmaz ki, Röyanın mahnıları kimi olasan, dillər əzbəri. Olmaz. Olmaz elə şey. Hər şeyə də bir söz tap. Hər şeyə. İndi qulaq asır, sən ad gününü keçirmirsən. Hansılığa bax, ha, bunun bir hər işinə bax, ha. Ad günümü keçirmirsən deyəndə ki, mən... Ya, çox boğrumda otur, ha. Ad günümü keçirmirsən deyəndə ki, nəyi keçirməyim? Nəyi qeyd edirik, qocalmamı? Ay, sən nəyəm, o negativ adam oldun, ay necə? Ay, biraz pozitiv ol da. Yaşın üstə yaş gəlir, müdürlükləşirsən, dünyaya gözün açılır. Uğurumuzun da ardı arası kəsilmir, ha. Hansı uğurumuzdan danışaq, hansı işimizdən danışaq, ha? Mənim gül kimi həyatım var, deyə. O Medvedin həyatına girən Maşa kimi girmisəni mənim həyatımı. Yaman maşa deyirsən, ha, olmaya. Nə, olmaya. Tökülü verəm Maşa. Özüm güclə dolanıram, qaldı ki Maşa. Gəldin müdüründən pul aldın ki, gedək iş qura, sağlıq olsun, getdin batırdın. O da indi hər ayın axırı mənim maaşından kəsir, 50%. Ayın əvvəlindən axıra kimi güclə çıxıram. Yaxşı ki, bütün pulunu almır, ha. Bana bax, şıqırı, bana bax, nə tərəfdırı, bana bax, rahatçılığa bax, bir dənə, bunlar rahatçılığa bax. İnandırım səni, səni müdür otağında görsən belə, yenə sənə yaraşmırdı o da. Ədir, sənə var orada. Danışırlar, yaxşı, tez ol, düzdür, müştəri gəlir. Salam edirəm, xoş gəldiniz. Sən öl deyirəm, mən oğlan tanıyıram ki, özünə hələ qız tapa bilməyib, kişi məclisi eləyir, pul yığır. Canım üçün, adam tanıyıram, nəsildə hamının ad gününü eləyib qutarıb, adam tapa bilmir, itin ad günü eləyir, pul yığır. Mən toyuma adam yığan verdim, indi qaldı ki, mənim ad günüm adam gəlsin. Danışırsan da elə də, tanımırsan ətrafını, qohum və ərabanı. Ay, o işi mənə burax da. Sən öyle qəşəng bir dənə məclis, restoran təşkil edirəm. Adamları ora yığmaq mənlik. Bu dəqiqə elə bir zamanədir ki, ad gününə hamı gəlir. Söyə-söyə də olsa ən azından 100 manat atır gedir. Onun altına çıxmaq var, ha, ələtdir. Elə deyirsən ki, altından çıxmaq var. Olsa babamız axsaqlar kişidir də. İndi qismət olsa, kaş bu yaxınlarda indi bir nəsə olar eləyər. Polunu yığan adama deyə bilərsən ki, qardaş, mənim hüzurum var, bir il heç bir məclisə getmirəm. Əsas pul gəlsin, sonra gedirəm. 10 yaşına qədər sənə baxıb, o. Gör, babası haqqında fikirləşdiyi şeyə bax. Həyatlar elə, bir gün gələn, bir gün gedir. Görət də səndən görət onu. Mən hələ var, missiyalarım var, elə davam edir. Sevmir, sevməsən, təkrar et bir də. Hamıdan gözəl mənəm, küsmüşəm. Bu. Sən plaş da geyində. Siz burada nə varsınız? Ay, elə nə vaxt baxırsan, qoşa gəzirsiniz. Laf döyülübsünüz ya o Zita ilə Gitaya. Ən azından bunu deyə bilmərəm. Həm ad günü də. Ən azından bu gün o dişinin dibindən çıxanı mənə demə də. Olar mı? Ay, mənim həyat yoldaşım. Olar? Hardan görsən? Həkimə getmişdim da, prosmotordaydım. Vay sənin evin tikilsin, ha. Bu uşaq bildiyin maşına dönüb, 2 gündən bir prosmotor olar. Biz də uşaq olmuşuq, biz də ana bətmik olmuşuq. Heç gör bizim anamız prosmotora gedib. Düzdür, daha düzdür. Biz də uşaq olmuşuq da. Şəxsən mən doğulanda mənim mamam toxuculuq fabrikində işləyirdi. Elə bir mən doğuluram, mamam işini saxlayır, məni orada bəlləyir, pükür, sonra işinə davam edir. Axşam bir də evə gələndə məni götürür, gətirir evə. Atam deyir, bu kimdir? Deyir, narahat olma, bizimkidir. Bax, elə böyümüşdük. Belə bir şan ailədə olub, bu. Belə bir ana-ata qayğısında böyüyüb, bu uşaq. Bildin? Bəli. Bura prosmotor. Çox maraqlı. Ya, heç sən də ələtin də deyir, İngili var, axşam bir məclis qılaq. Belə daha qəşəng yiyəcək. Qohum ərban yığa ora. Bilə, sən qohum əqraban üçün niyə darıxırsan ki? Prosta bütün günü hamısı TikTok'dadılar da, nə? Biri TikTok'da deyərkən, bu TikTok'da məndən yaxşı tüyox səs çıxardan yoxdur. Biri deyir, bu TikTok'da məndən güclü tıklaması olan yoxdur. Dədəsinə cöngə deyir. Şimdi şey. Dayı oğlu da videolar çıxmır. Görmürsən onu, dayısına deyir, cöngəcə bura. O bizim qohumdur da. Öz aramızda danışa bilərik də. Sən öl tanıyırsan. Bildim də tanıyıram da. Görmüşəm, mən də görmüşəm. Eşitsənmi, Gülay xanım? Bizim qohum ərəbamız TikTok'da olsa da,
Zaten sənin o yaltaq qohum ərəban kimi atanın kölgəsinə girişmir. Başa düşdün? Nə ola ki? Dədəmin pulu var, yığışıblar. Dana, burada pis nə var? Söhbət olur ki, dədənin ancaq pulu var da. Sən nə deyirsən, a dəli? Maddi görüm. Belə təmtərahlı istəyirsən. Yox, təmtərahlı ad günü eləyənlərdə başqa cür olur da. Orada səbəbkarın axırda gözünü yumurlar, bayrağı çıxardırlar, bir maşinaya deyirlər. Mən onlardan deyirəm də, yünlüvarı da hep sən nətər deyim, stola yeməyə deyim də, niyə uzağa gedirəm? Toyuq sazı, toyuq salatı, bir də toyuq kebabı. Все da belə xudmani. Perviyədə toyuq supu ver dana. Nə də, hindəsən? Ay canım, hiç söhbətdir. Prostu. İndi baxmada bir gün sabah uşağınız olur. Deyirəm, yəni bu uşaq olana kimi əlinizə 5-10 manat pul gəlsin. Yəni sizdən ötürü çalışıram, mən. Nicat da sağ olsun, təsdiqləyib pişirmir. Bir 5-10 manat pul qazanır da. Bax, gələn gedən baxmada pul atır, edir. Sizin nəsil pul verən nəsildir. Sizin nəsili bıraq elə onun bunun pulunu hesablasınlar. Qurutmayınca da əl çəkəsi deyirlər ha. Təzədən nümayəndəsi olduğun nəsil haqqında nə gözəl fikir desənsə. Gör, bizim nəsil nətər tanıyır bu. Gör, yanılırsan, canım üçün yanılırsan. Yaxşı, gəlin. Bəri bax, sən onda mənə bir 500 manat ver. Bana bax, məndən pul alıb ki, mənə hədiyyə alır. Yox, lazım deyil ki, çox sağ ol. Sağ hədiyyə alan yox deyil. Salona gedəcəm, dırnağıma qaynaq düzəltdirəcəm, saçıma qaynaq elətdirəcəm, bir də kiprik elətdirəcəm. Vay evə deyirsən, başdan əqə qaynaqdan ibarətdir. Bir dənə özünkü deyilən bir şey yox deyil səndə. Aynıca. Ay bir ver da. Yoldaşından istəyir da, yad adamdan istəmir. Onun səndən başqa kimi var, sən canını çıxart ver. Yaxşı mama, yaxşı. Ana, elə bir anam danışır. Sən dayı oğlu yox, sən qaynana olmalıydın. Verdiyin məsləhətə bax. Yaxşı da verim gəlin, üstündə yoxdur. Gəl. İndiki ailələr çox qəlizdir, çox. Sevmir, sevməsən təkrar et bir də. Kələ, nə olub yenə mısmırığın yerlə gedir? Yerlə gedər də. Sən 1000 dəfə demişəm ki, mənim dostlarımın içində fitdən çağırma. Hörmətsiz eləmisən məni. Bizon xoşdursan? Xoş deyirəm, onun nə dəxsi var? Onu xoşlamayan var ki. Buna bax, hər cürəsini almışam. Göy rəngi, qırmızı rəngi. Kələ, şəkərsizi də var, hamısından almışam. Canım sağ desin, Black Diamond, dana sərin kimi, qara. Və maxitolusu. Sevirəm dana bunu. Mənə də göydü ha. Sonra demək ki, bunu mən istəyirəm dəmlə. İç dana, iç. Çox tatlı deyil. Keyfimi bizonlaşdı bu heç. İndi biraz da gəzək sən keyfim aç. Biraz düz çətindir, görək də nətər olur. Buna bax, biz onu işte nətər civəyə döndü. Nətər civəyə? Yaxşı, gəl. Civədir dana, civə. Yaxşı, bəs. Düş qabağıma görmə. Ora nə yazılır? Qaçdan çıxaq da. Qardaşlar mebel fabriki. Gedə sərini tanış edib, burası özünü adam kimi apar, yaxşı? Yaxşı. Gəl. Bax, gördüyüm bu hissədə də yumuşaq nə qədər divan kreslo var, hamısı üzükləri burada düzlənir. Məsəl üçün, bu dəri üzüyümüzdür. Elə. Gəl. Bu parça üzüklərimizdir. Yəni, bunlar da müştərilərin istəyinə görə dəyişir. Nə qəşəkdir. Gəl. Bax, gördüyün bu mebellərdə bizim fabrik tərəfindən səhiyyə üçün hazırladığı mebellərdir. İstənilən zövqdə, istənilən dizaynda hazırlayırlar. Gəl. İndi gəl sənə bir dənə bir möhtəşəm bir şeylə tanışıq. Deməli, bizim bu smart masalarımız, görürsən? Bax, telefonu qoysan bura. Gördünüz adətə yığdı. Yuxarı. Mobikin qızı, üstünə qoysan, soyudur. Çayı isti qoysan, bax, bir sabundan qaba qoymuşam. Təzən qoysan bunun üstünə, isti saxlayır. Boşluq olanda kanun qoşursan, mahnı qulaq assan. Gördün, boyun çatmır, buradan idarə edirsən. Bu nə qəşəkdir. Qaldırmaq istənsə, bir dənə belə eləyirsən, qaldırırsan. Canım üçün qalxır. Gördün?
Belə. Qəşəkdir, nə qəşəkdir. Dədənin beynini doldur da bir dənə cehizi gətir bundan. Mən ondan alacağım. Burada da istənilən ofis mebelləri hazırlanır. İstənilən zövqdə, istənilən rəydə, istənilən dizaynda. Bax, gördüyün bax bu məktəb partalardır, məktəbli stullardır. Hamısı gördüyün bax bu qardaşlar mebel fabrikində istehsal olunur. Çox gözəl, çox qəşəng. Mən bunları sənə niyə təqdim edirəm onu bilmirəm, amma yenə də gəl də. Gəl. Göstər dana, göstər, görüm harda işləyirsən, göstər. Çox qəşəngdir, çox bəyəndim. Prosto. Hə. Mənim dədəm axı, mənim cihizlərimi Amerikadan zakaz eləyəkdi. Amerika? Hə. Sən ged o dədənə denən ki, qardaşlar mebel fabriki buradan Amerikaya özləri mebel satır. Onlar özləri buradan alır. Sən hardan alasın? Buna bax, ya. Gördüyün bakın bu yük maşınları da bizim fabrika məxsusdur. İstehsal olunan bütün mebellər tam təhlükəsiz olaraq ünvana çatdırılır. Alo? Hə, bacı. Az onu hamı soruşur, nətər arıqlamışam. Deyim dana, Slim Veki ilə, yəni Slim Vaki, Mediatek şirkətinin məhsuludur. Tərkibində limon turşusu, xrom, yaşıl qəhvə toxumlarının ekstraktı, gavalı meyvəsi ekstraktı, zəncəfil köklərinin ekstraktı, Boswellia serrata qətranının ekstraktı, guarana toxumlarının ekstraktı, Seylan darçın ağacının qabığının ekstraktı, Slimvek dərman deyir, bioloji fəallığa malik qida əlavəsidir. Abajı qətiyyən hormonal deyil, dana. Az pilləri belə ərdirik, canım üçün az iştahı da azaldır. Bəli, xolosterinin miqdarının yüksək olması damarlarda ərpin yaranmasına səbəb olur. İnsult, infarkt kimi problemlər törədə bilər. Bu Slimvek orqanizmi cavanlaşdırır, immunitetin zəifləməsinə imkan vermir. Sağ nömrə deyirəm, yaz. 010 390 60 90. Oy, siz çaykəndə xoş gəlmişsiniz. Həmişə siz gələsiniz. O da mənim qaynatamın da gündüz müəllim. Atamın obyektidir, üstündə də mən durmuşam. Bu aslında hər cür şərait var da, yeməyi, içməyi. Əlbəttə, yeməyi də var, içməyi də var, samavar çayı da var, dominosu da var, nərdi də var, okeyi də var, hər şey var. Pulsuz? Tökülü belə pulsuz. Sən evin tikisi bəyəndə bir də. Necə idi? Çaykənd xoşunuza gəldi? Əla. Hər şey yüksək səviyyədə. Elə gəlmişsən deyirəm bir xeyir də verək də. Qardaş, bizim hesabı zəhmət olmasa. Onda mən bir dənə əlimi tez yuyum gəlir. Narahatlanma, mənlikdir. Pulu yumuram. Zəhmət olmasa. Yeməkdən sonra çay super. Sevmir sevməsən təkrar et bir də. Bayaqdan deyirsən çay kəndəcə də, elə biləm hansısa kəndi deyirsən. Qaynatamın təzə obyektidir də. Məsələn mi? Pula bax ya. Olmadı da bir dənə belə obyektim, səni dağıdardım evi dəqiqə. Qıdarama bax, belə obyektlər o hədiyyəli düyüdən çıxmır, Qaynatam gül kimi iş qurmuşdu da sənə, pul da bıraxırdı. Yəni birinci işin atmaq oldu. Ona görə bax sənin ruzun yoxdur bax. Nicat. Mən bilməm ama. Adam pulu bir yerdə, çom şəklində görəndə başını itirir. Oğul da ona deyərəm ki, pulu görəndə baş itməsin. Başa düşdün? Başa düşmərsən, mən sənin
Gəl. İnsanı elə pul olanda tanıyırsan da, görək bu nə var, nə yox. Keç qabağa, keç Bildiyin? qabağa, keç Pulumuz da qabağa. yoxdur ki, özümüzü tanıya görək nə var, nə yox. Ancaq pul, ancaq pul. Hə, pulu fikirləşməmişə. Salam aleyküm, çox sağ olun. Ha, baş beynimi aparmışdınız ey. Obyekt. Ha, bu da obyekt. Ha, adı Çaykent'dir. Elmlər metrosunun düz yanında. Daha dost qardaş belə gündə tanınır. Ha, durun gəlin görün. Hadi, gəldilər. Ha. Salam aleyküm Aya bəy. Nətərsən? Nə var, nə yox? Xeyirli olsun. Salam. Super obyekt açmısan. Elə qapıdan bilirsən ki, obyektə girirsən. Bax, elə bir obyekt. Keçək bir içəri dedik, bir xeyirda verəyə qəşəng. Ha, keçməyinə keçin ey. Xeyir zad verib sütləmi korramayın məni. Ha. Danışırdan sən də bundan... Bu xeyir verən bir adama. Nətər deyil, bax. Əladır, əladır. Ha. Deyirəm abi, Hə. biletimiz əgər üstünsə, problem yoxdur, xoşdur. Amma yəni kesib içəridə də söhbət edə bilərik, bu cəmaat kimi. Qanmadım ey, siz oturmaq da istəyirsiniz. Ne diyeyim oğlum, bakarıq da indi, ha, bakarıq. Ha. Çörək deyil, çörək yemək deyil. Mənim bunun yanımda bir hörmətim var idi, bir hörmətim var idi. Mən bunun bağına girirdim, bunun bağını qoruyan it yoxdur mu? Ayağa durub mənə salam verirdi ya. Məni bunun yanında hörmətsiz eləmişsən, urvatsız eləmişsən ya. Bildim də dinən yemək deyil, səncə. Dinən qəşəng zaptırı hazırlasın, günorta vaxtdır. Vay! Ənə yek obyektə bu. Sən canım buna bağlı. Buna bax, qavanlaşa bax. Ha. Adam xeyirli olsun deyərək. Olsun. Ha, buna bax, dili gəlmir deməyə. De, hə, nə gəlmişsiniz bura, dediniz məndən işiniz var. Nə qədər verməliyəm, neçə manat verim, hə? Nə bəhanəniz var, hə? Ola bax, görsən, bircə qram hörmət qoymam səni mənim üçün, buna bax. Hamısını da götürmüsən ki. Qulaq asın. Temboli özü pul söhbət açır. Bəlkə bir dənə tema atım ortaya 5-10 min alaq gedək. Dayan, nə bir də. Nə deyirsən? Elə bir Tez razılıq vermən alaq. O biti sən elə ağızdan çıxan hər sözü qapırsan, bir dayan da. Bayat onu nə? Sən nə oldu, gətir o çay qoy bura, Gündüz əmi, Hə, bu gün əlamatlar gündür. Bu gün o gündür ki, aha. bu gün məhz həmin gündür ki, sən sevincindən qorqana qaçıb çıxmalısan. Çünki bu gün sənin kürəkəninin adı günü. Hə, onu bildim ey. Bura nəyə gəlmişsiniz ey bura? Onu mu deyir? Görsən mi? Görsən bu nə qədər önəmli insanam. Təbrikin ardı arası kəsir veriyor ona bax. Tap deyə təbriklər. Nə oldu? Və heç də. Mən banan yeyə bilərəm. Bayaqdan o banana baxın. Aya bana. Sən öyle görməmişdin. Of. Balığın xeyirişə gəlməmişdi. Bir birdən yerirsən. Hara yeyirsən bunu səni? Bir qram artım yox desən də. Sən mənim kiloma görə deyirsən, sən narahat olma. Mən gör neçə vaxt nətər idimdə qalmışam. Sağ olsun Günel gəlin bacı sizin verməsələr gördü axı. Qardaşın 7-24 yeyir. Dalınca bir dənə dərman. Nətər var, orqanizm belə bax, şık şəkildə qalır. Narahat. Sən bir söz de, mənə görə narahat olma. Yaxşı yadıma saldım. Mənə su verərsiz də su. Buna baxayım. Yəni, mən də buradayam. Deyirəm, söhbətinizi qutardınızsa, işiniz zadınız yoxsa. Mən durum çıxım gedim, mənim işim gücüm var. Gündüz əmi, sözün Hə. açıb. Aha. İndi sən özgəsi dölsün. Budur. İstəyirik axşam Nizata qəşəng belə qohumlu, qaralı bir ad günü eləyək. Hə, bir dəqiqə saxla. Girişaq elə. Bir dəqiqə saxla. Sən canın obyekti boyunaşmışam. O qohumlarınız var ya, durub gedəndə zubastiskan civlərdən qoyur. Onları yığıb bura gətirməyin. Qoyun bir rahat nəfəs alaq da. Qoy bu obyekt işləsin də, nə daxı? İkimizin canı düz evdə. Adam haqlıdır da. Bizim nəsil döldü. Elə bir hansısa bir qruplaşmadır var. Yığıb var hamısını eyni tipli insanlar deyil. Burada belə sözümü qəribçiliyə çalışırsınız. Gündüz əmi, burada eləməyək, başqa yerdə eləyək. Necə bir eləyək? Adam sevinsin. Allah. Qulaq as. Sən də bir gəl, xeyir dua ver, hədiyyəni ver, qoy görsünlər ki, böyük kimi əla çıxsan. Harda deyirsiniz, orada eləyəyik. Fərqi yoxdur. O ki qaldı Nizatın hədiyyəsinə, qohum əqrəbənizin içində kim nə qədər yazdırdı, 2 qatını mən yazdıracağım. Hə? Nətər fikirdir? Da denən 100 yazdıracam da. Çünki bizim qohum əqrəbəsində 50'nin keçən yoxdur. Elə hamı 50 manatdır. Limit 50 manatdır. Sizin qohum əqrəbətdə mən nağarım. Heç. Elə ürəyimizi açdın əmi. Biz deyirəm tərpənək yavaş-yavaş. Edən yer zatdan aşağı eləyək. Bıraxma. Bırax. Meyvədən yeyir. Yedik, sağ olun. Yemişim var.
Bunlar hamısı bizim adımıza yazılıb da paket eləyək götürəsən, yolda yeyərik. Nə cəmaatın evinə papaq atmısan? Dur, özümdür. Ha, meyveye değme. Yeri. Gəl də. Gəl. Sevir, sevmir, sevməsən təkrar et bir də. Baba, mişqala. Ələddin, Ha. deyirəm, bu mağazadan Nicat həmişə gəlir, alış-veriş eləyir dana. Öz geyimlərini, zatını, hər şeyini buradan alır. Ay, sağ ol. Səni də bura ona görə gətirdim ki, Nicata hədiyyə alasan dana buradan. Bilmirəm, mən uşaqam. Mən narahat olmayayım, mən bayaq elə gizlincə bilmədən Nicatın ayaq razmerini götürdüm. Elə, ayaqqabı alasan. Yox, corab. Ay, Corab. Qəşəng bir dənə belə corab. Cüt. corab alacaktın, onun ayaq razmerini ağarırdın. Baxma da, yekə olmasın, götürüb başqasına verməsin də uyğun olsun razmerinə. Ələddin, bu nətərdir? Super. Qəşəng. Bəyəndin? Bəyəndim, prosto mənə alırsan onu, yoxsa? Bir deyən dana, bir deyən dana. Ay Günel, bax gör nətərdir bu? Baxmı, belə stil şeylər götürmə dana. Sən öz bibin oğlunu tanımırsan. Geyinib bunları, bəzənib, düzənib, düşəcək ortalığa forslanacaq. Sonra da hamı çönüb ona baxacaq. İndi gözü qaşı oynayır da arada, ona da haqq verirəm, yəni simpatik oğlandır. Bəri bax, kepka nətərdir? Allah deyib, özün deyirsən stilli şeylər almayaq, özün də bu kepkanı seçirsən ona. Ona seçmirəm, özümü alıram. Hə, süper, canım üçün yaraşır, yaraşır. Bir də ki, Ələddin. Deyirəm, kişi də Qalinvagen kimi bir şeydir. Nə qədər ona bəzək düzək vursan, bir o qədər ona çönüb baxan çox olacaq. Heç görürsən, Jiguliyə çönüb baxsınlar. Yerə deyirsən ki, oğlanlar var Jigulini elə yığdırır ki, keçəndə hamı belirli, wow! Yığılmaya hamı onsuz da çönüb baxır. Ələddin. Aldıqlarım pulunu verəsən, yoxsa mən verim? Nəyə görə soruşsan ki? Evdə qonaq yemək yeyəndə, ev uşağı qonağın ağzına baxan kimi sən də elə baxırsan. Ona görə. Deyirəm, birdən pulunu ödəyərsən, yol pulun qalmaz. Narahat olma ona görə, məzələnsən. Qalmaz, ayaqla gedərik. Həzasın onunla patamdarının arası nədir ki? Bura. Başa düşdüm Ələddin, başa düşdüm. Qardaş, onun aldıqlarını da mənim kartımdan çıxır. Gəl bacı, narahat olma. Deyən, nəsə deyir. Yox, sən vur, sən çıx kartdan, mən bunları kömək eləyim. Ver çıxsın günüm. Sən əziyyət çəkmə. Sağ ol, qardaş. Gətirin, görüm aparatınızı. Yoruldu bu. Oy. Ələddin, biz sənin oldu. Deyirəm, içərdən özümə idman papağı aldım, idman dəstək aldım, idman ayaqqabısı aldım. Nicata nəsə almaq yadımdan çıxdı. İnandırım səni, elə mənim də başım qarışdı. Özümə qəşəng sportimdə dəstək gördüm, ağlım getdi. Nicata heç nə almadı da. Nə qaraq? Dala qaydaq. Ay, hara qaydırsan? Ad Günnaz qaldı, cəmaat bizi gözləyir. Həm də ki, pul getdi, pul qalmadı. Sən nə aldın? Sənin pulun da getdi. Ay, yolumuz uzaqdır da, gəl bir gedək, mən deyərəm. İndi mən yoldan bir şey tapıb alamayacağım. Sən can tuşda bax. Hədana o da bir Qoy bunu şey eləyim, rahat Bu gedək. nədir? Rahat. Sıxar da bir dəm. Hələlik də ora kimi gedim, orada yadıma sal ayaqqabını giyinim. Gəl. Səni təpəndən vururum ya, sana əllədim. Sevir, sevmir, sevməsən təkrar et bir də. Deyirəm, deyən
hamıdan tez gəlmişik. Hətta hamıdan tez gəlməlik də biz idarə müdürü zadıq ki, hamıdan sonra gələk. Sonra da hamı bizi yalandan gördü belə ayağa dursun, yalandan da başa düşdün. Qeyri-səmimi. Belə sadə danışanda ölürəm dana bunun üçün. Yaxşı da, gün elə, ad gün də. Yaxşı. Mama, yaxşı. Günə deyirəm. Mədəm yaxşı deyib bilim acından. İçəri girək, bir qismat yemək yeyək dana. Səbrin olsun da, yeyəcəyik də. Səbrin olsun da. Nəfsim çəkir dana, nağayla. Bir dəfə də ac olanda ye də, nəfsinə şey olma da. Nəfsinə görə yemə də, bir dəfə də olsun, ac olanda ye. Bu manqalın isi bitərilədi məni. Girək çıxdı bir tikə yeyək. Gəlirlər də, yavaş-yavaş. Səbəbkar, bir daha təbriklər. Sağ ol. Həmişə belə şad günlərlə yaşa. Sağ ol, əlbəttə, sağ ol. Çox gözəl bir Yaxşı, gündür. tərəfədir. Sən. Yəni də ayı canım olsun. Ayırdan ay. Ay, gözlədə bu metro kartında. Keçən dəfə məndə qalmışdı. Götür, mən itirirəm tez-tez. Deyirəm də. Mən adamı qarışdırdım. O elə bildim o görəndə zibənəsə basanlardan. Deyirəm də. Keçin də içəri. Burada durur. Ya bu gəlsin də bir qohum araba gəlsin keçək də. Vay, qohum əqrabayı deyirsən dana eləmi? Mən yox, hep Vələttin dedi də. Sən dedin də, mən hamıya deyəcəm. Yadda da. Ay, keç da içəri. Keç. Sən mi hamıya? Ay, səbəbcə burada adam qarşılayır. Keç. Ağzından gəl dana. Bitər oldum ağzından. Daha yaşamayım çat. Yataq yemək yeyək. Keç. Ay da. Deyirəm axı, nəsə yadımdan çıxıb mənim. Gözdə görüm qohumlardan kim var bu yaxında. Deməli, Bibimin əri Elma. Görəm buradadır mənə, qoy zəng vurum. Konturda yox deyə. Gözdə bir dənə kartdan tez kontur vurum. Qoy! Tərsliyə bax, kartda da pul yoxdur. Sən burada nəsə tərslik var, 100% qismət də öyle. Gələcəklər nəsə dava zat salacaqlar. Ən yaxşısı mən girim bir qismat çörək yeyim, qoy ona kimi beynim işləsin. Onlar da burada yaxında, müjönlü bizim bir qohumumuz yoxdur yaxında. Ay Nicat! Başlayağından ata, başlayağın. Ələtin. Sən biraz telefonçu camaat rahat olsun da. O da millət çağırmış bura. Heç ağlıma gəlmir. Həy. Yaxşı, indi ata yavaş-yavaş başlayağın, özümüz başlayaq. Ay Günel, ay qadın, ay gözəl qız. Qoy gəlsinlər camaat. Gələcəklər dana. Gəlsinlər bir yerdə başlayaq da. Hə, dana gələcəklər. Vay, oturun var ey. Vay kürəkən. Vay günün mübarək. Sağ ol. Ehtiyac yox idi, sağ ol. Qoy söz mü deyim abi? Vay bu nədir belə stolun üstündən nə var elə də qalıb? Yəni vurmamışsınız. Gəlməyib qohum əqrəbən. Aha, gündüz əmsən başına dönüm. Qohum əqrəba deyəndə ki, Nicatın qohumu mənim əqrəbası sən. Bizə başda kim lazımdır görəsən? Özümüzük. Bir dəqiqə, haqsava salıb külü verirsən, mən işimə deməmişsən. Demişəm, Nicat. Sözümün canı var. Qəribçiliyə salma, xahiş edirəm. Yəni, yaxınların, doğmaların sənin ətrafındadır da. İndi gələnlər də gəlir də. Yəni, gəlməsələr belə pis olma da. Yəni, əsas doğma insanların sənin yanındadır. Ona görə deyirəm. Yoxsa yolda da çatırlar ki. Əsas demisən də hamıya. Demisən, deyirəm, sual verəndə. Elə sadə bir sual verəm də. Ürəyimə xal salsan. Elə demisən, deməmişsən. Davranırsan ki, elə bilirəm deməmişəm, demişəm. Vəssalam. Mani olmadım ki. Yox, elə səndən danışırdıq. Gör nə deyirəm. Yeməyə də nəsə deyirsiniz. Və deyin gətirsinlər də ona çörək bir qismət çörək yeyək. Yoxsa sizinkilər gələndən sonra stol üstündə ya zubatski əlimizdə yiyəcək, ya salfetkiyə. Məclisə belə şən başladıqsa, görək bunun sonu olacaq. Başlayağın. Yavaş. Nə bax? Nə qulaq az? Yavaş. Ye, amma yavaş da. Bir qismat yeyirəm, mən ağarıram ki, bir tikə şey yeyirəm burada. Nə var ki, burada nə də yeyəm? Ay, Kürəkən, hanə sənin bu qohum əqrəbən? Vay, qaçaq nə biçimi? Məclisdə tək qalmısan, ey? Bilmirəm, məmi, bu vaxta kimi əslində gəlməlidirlər. Mənim hesabımdan qohum əqrəbəm bu dəqiqə 2-ci reis yemək deyirdi. Mənim hesabımdan. Hələ ki, gözləyirik də, görək. Gözləyirik də. Hamının əvəzinə yeyirdi, ha? Deyirəm ki, sənin ad gündə də yaman adam çox idi, təpənməyə yer yox idi. O adamın çoxluğu həmin ad günü olanın hörmətindəndir, ona görədir. Sən deyənmə, bir tikə çörək yeyir.
Az qalarsan. Ələfin harda qaldılar? Çağırdığın qonaqlar harda qaldı? Qara. Heç yatsan yuxuna girməzlər. Sənin. Nə? Məsəlsin. Anlaşılmamazlıq olur. Nə anlaşılmamazlıq olub? Qara, biz ki bütün gün iş saat fikirləşmirik, ora qaçırıq, bura qaçırıq. Beyin dolu vaxt. Biz deyəndə mən. Elə mən də. Yadımdan çıxsa nətərdir? Cəmaata demək. Sən can, yadımdan çıxsa nətərdir? Gör. Öz-özümə deyirəm ki, ay yaratdın, sən harda büdrədin, harda yaddaşın getdi? Amma qulaq as, Nicat, dedim. Elə indicə qrup açdım, qohumlardan ibarət. 6-7 nəfər yazdım ora. Kim yaxındadır, kim bu ərazilərdədir, gəlib özünü çatdırar, narahat olma. Nə çatdırmaq? Nə danışsan Həsən? Harda da bu cəmaət? Kövrəlirsən, Nicat. Nə qohum, harda, nə gəlib mənim, nə tərləyər, hə? Hardadılar ha bunlar? Hamı gəlir, hamı... Lap da belə, o da gülür orada, amma bizə nə qədər belə xoşdur. Eşsən məclis mən məclisin deyil, mənə belə xoşdur. Buna bax. Öpüşüyordu ona. Mən oynamaq istəyirəm. Məclis mən deyil. Mənim qanım niyə qaralmalıdır ki, buna bax. Buna bax. Buna bax. Buna bax, buna bax, buna bax, buna bax. Durun oynayın da, niyə oynamırsınız? Buna bax. Xalam oynayır burada. Dur oyna. Mamam oynayır ya burada. Buna bax, buna bax. Mama, sağ ol ay xala. Sağ ol. Buna bax, buna bax, buna bax. Daim mənim qucağımda. Buna bax. Ha bura kaç kişi, ağarsan kaç kişi. Ha bura oynayın. Durun oynayın. Durun oynayın ha. Buna bax. Yayımın baş sponsoru Bizon. Xüsusi sponsor Qardaşlar Mebel. Sponsorlar Slim White kapsulları və Çaykent restoranı.